razılaşarsınız ki təhsil var, olacaq. Azərbaycan bundan sonra da daha da çiçəklənəcək. Bugün bu məktəb ilk döyüş generalı ve arzu edək ki sonuncu olsun. Polat Həşimovun adını daşıyır. Əziz uşaqlar, siz ona layıqsınız, siz ona layıq oldunuz. Onun sevimli anası bugün benim yanımda durur ve ben gurur hissi geçirirəm ki, vaxtilə mən rəhbərlik etdiyim o məktəblərdə, o təhsil idarəsində hələ Polat Həşimov gəncicik bir oğlan idi. Hələ onun uşağıdır. Bax, burada iştirak edən uşaqlar kimi. Aşıq Agapulunun çox çətin bir mahnısını ifa etdi. Sazda bizim balaca evladımız. Mən hər birinizə təşəkkür edirəm. Müşfiqin rolündə olan, eynən Müşfiqə oxşayan, ancaq taleyi onu oxşamasın, onu oxşayan bir oğlumuz. Əziz müəllimlər, əziz valideynlər, əziz bu məktəbin hər bir texniki işçisindən tutmuş, kitabxanaçısına qədər, rəhbərliyinə qədər, başda Arslan müəllim olmaqla mən sizə minnətdaram, mən sizə təşəkkür edirəm. Çox böyük həzz aldım, mən özüm filoloqam, diqqətlə uşaqları dinləyirdim. Bu müəllimlər, bu valideynlər o qədər uşaqların xarici görkəmindən tutmuş, qeyrindən tutmuş və ifalarına qədər o qədər mükəmməl idi ki, mən söz tapa bilmədim. Və bu açıq dərsdə mən hər birinizə 5 yazıram. Mənim əlimdə bir kitab var. Bu şəkli siz görmüsünüz, 1109-cu məhbusdur. Döyülmüş, əzilmiş, əsəbləşmiş, amma gözlərində kin olan Müşfiqi görürsünüz. Və Müşfiqin şeirlərini burada dedilər. Müşfiq deyirlər 30 yaşında dünyasını dəyişir. Yox, mənim əzizlərim, 29 yarım, düz 6 aydan sonra, bugün onun ad günüdür, 6 aydan sonra onun hələ 30 yaşı olacaqdır, yanvarın 6-sında. Müşfiq bildiyiniz kimi, burada ətraflı məlumat verildi. Müşfiq anasından 6 aylıq yetim qalmışdı. Müşfiq atasından 6 yaşında ayrılmışdı, qohumlarının yanında yaşamışdı. 4, 2 bacı, 2 qardaş idi. Çox təəssüf olsun ki, bugün onların heç birindən heç nə qalmayıb. Onların nə evləri, nə övladları, ancaq onların səmaya ana kimi anaları qalıb. Bugün Polat Həşimov kimi bizim döyüşən generalımız qalıb ki, bu vətən uğrunda döyüşür. Və bu kitab Ağasafa müəllim, çox böyük bir şairimiz, Xızıda yaşayır, Bakıda yaşayırdı, Kirpi jurnalının baş redaktorudur, çox böyük təltiflərə layiqdir, amma təəssüf ki, o qədər də tanınmadı. Bugün burada bizim böyük bir musiqiçimiz, bütün Azərbaycan musiqi alimlərində, deməli, Profesör Abbasqulu Nəcəfzadə burada işləyir. Bugün burada Sumqayıtın elə çox yaşı yoxdur. Deməli, 75 yaşlı Sumqayıtın 100'ə yaxın şairi var. Həmin şairlərin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin rəhbəri. Gözəl şairlərimiz bizim burada Gülnarə Cəmaləddin rica edirəm. Böyük şahid sənətkar bizim Cəfər Cabbarlının bildiyiniz kimi Cəfər Cabbarlı səviyyəsində dünyada bəlkə də tək dahilər var. O həm rejissördür, o həm yazıcı idi, o jurnalist idi, o dramaturg idi. O deməli bütün sahələrdə həmin deməli onun ev muzeyi var Xızıda, Xızıdan gələn Həcər xanım buradadır. Rica edirəm. Çox hər biriniz dəyərlisiniz, amma mən qonaqlarınızı deyirəm. Hər biriniz. Mənim burada sevgim mübarizə, sevgilim həyat, yəhərlənmiş mana qanatlı bir at. Gör nə deyir sizə çaldığım qanat, hələ bundan sonra qiyamətim var. Sanki hiss eləmişdi onun o bir dünya, deməli, deyilən bir nəsnə var, təbii ki, bu yalan deyil, Allah'ın yarattığı çox var deyirlər, dünyasını dəyişdi. 100 ildən sonra bizim heç birimiz burada olmayacağıq, amma Müşfiqi xatırlayacaqlar, Müşfiq yaşayacaq. Çox-çox minnətdaram, təşəkkür edirəm.